Bizə bir istiqamət verdilər. Həmin istiqamətdən döyüşə girdik. Neytral ərazidə minanı təmizləyərək milli qəhrəman Teymurov Pəncəli öndə olaraq minanı təmizlədi və biz düşmən postuna səssiz şəkildə çatdıq saat 1:00-da. Tapşırığın yerinə yetirilməsi saat 1-dən 5-ə qədərdir. Yəni 1-dən 5-ə qədər bütün fəaliyyət icra olunmalıdır və geri dönməlisən. Saat 1:00-da biz deyilən yerə çatdıq və biz düşmən səngərinə qalxanda gördük ki, məndə də orta çaplı silahlardan RPG 7V silah idi və 6 dənə də mərmisi var idi. Birinci mən qalxdım yuxarı. Hər kəs öz mövqeyini tutmuşdu ki, ora hücum eləyək. Mən yuxarı qalxanda gördüm bir əsgər gəlir. Erməni əsgəri, əlində fanar və yanında bir dənə it. Amma o səs eşidib, amma bilmir nədir. O heç vaxt başa düşməzdi ki, Azərbaycan əsgərləri, zabitləri, gizliləri buradadır. O yaxınlaşanda mən əyildim aşağı. Mən onu gördüm, daha bilmirəm o məni gördü ya yox. Mən əyildim aşağı, məndən solda bir nəfər bizim hərbi qulluqçu var idi. Mən ona dedim ki, adı Rıza.